Dövlət Akademik Filarmoniyasının 90 ili yubileyi münasibəti ilə silsilə tədbirlər davam edir. Bu dəfə Filarmoniyanın səhnəsində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri çıxış edib. 90 ili İrs adlanan konsert proqramında orkestrin solistləri dinləyicilərə unudulmaz anlar bəxş ediblər. Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edən orkestr klassik musiqi xəzinəsinin ən parlaq incilərinə yeni nəfəs verib. Orkestrin solistləri yüksək keçmişlə bugünün vəhdətini musiqi ilə canlandırırlar. Bu çok büyük bir tarixdir. Bu 90 il ərzində böyük inkişaf, böyük musiqiçilər sülaləsi, bəstəkarlar, Azərbaycan mədəniyyətinin zəngin musiqisi, nümayəndələri keçib və məsəl üçün mənim şəxsəndə və mənim kimi bütün musiqiçilər üçün də fəxirdir məhz bu tarixə həsr olunmuş konsertdə iştirak etmək. Konsert mənim üçün çox xüsusi və məsuliyyətli bir gündür. Belə bir səhnədə çıxış etmək həm qürur verici, həm də həyəcanlıdır. Ümid edirəm tamaşaçılara gözəl musiqi və unudulmaz emosiyalar yaşada bildik.